Buraxılış imtahanına 20-25 gün ərzində zamanın qalıbsa, bu deyəcəkləri mütləq elə. Bismillah, getdik. Bu arada səhifəni izlə, buralarda üstəcək işarəsi var, mübarək şirin parmağına bir dənə tık elə. Getdik. 1. Dərs oxuma saatını 2 saat artır. Amma bu 2 saatı sonda deyil, 1 saat səhər tezdən əlavə edirsən, yəni əziyyət çəkib 1 saat tez duracaqsan, 1 saat isə gec yatacaqsan. Və dərs oxuma zamanında bunu, yəni günün ortasında da edə bilərsən, hətta məktəbə gedirsənsə orada da edə bilərsən. Bir şəkildə dərs oxuma zamanına hər neçə saatsa 2 saat əlavə elə. İkinci məsələ serial. Futbol oyunların qızğın vaxtıdır. Lap Qarabağ belə oynasa. Baxın uşaqlar, Qarabağ Liverpool oyunu idi, hansı idi? Mən həmin gün canlılarım uşaqlar dərsdəydilər. Və serial qətiyyən yox, stres, gərginlik verəcəksən, futbol, əsəbləşəcəksən, sevdiyin komanda uduzacaq, hər neçə sənə nə ondan, sən oyunun şeydədir, martdadır, yaxşı, yəni orada da, yəni yaxşı olmasa Məlikə orada sənə oynadacaq, yəni qaçıracaq 100 metr oyunu, 100 metr bu yana. Növbəti telefon oyunları, PUBG-dir, nə bilim, futbol oyunları telefona yükləyirsən, bunlar da sənin beyninə olduqca pis təsir edir. Bir gün tutaq ki 3 saat, 4 saat vaxt ayırsan, güya istirahət edəcəksən, vallahi elə istirahət olmur, dərs oxusan ondan daha az yorularsan. Ona görə uşaqlar tamamilə bunu sıfır eləyəcəksiniz. Burada heç bir güzəşt falan olmayacaq. Heç bir güzəşt. İndi istəsən bu 20 gün içində bir gün 2 saat ayırıb hamısını bir araya salıb eləyə bilərsən, amma çalışın bunları sıfırlayasınız. Üçüncü, WhatsApp statusu izləmək. Kim neynədi, o onu elədi, bu bunu elədi. Sonra telefonda uzun-uzadı uşaqların öz aralarında qrupları olaraq, hər fənnin öz qrupundan əlavə öz qrupları da olur. Orada uzun-uzadı yazırlar. Güya nəyəsə müzakirə edilir. Uşaqlar, bu boş və mənasız bir şeydir. Hətta kimdənsə nəsə soruşacaqsan belə, sadəcə neynə? Bir kəlmə zəng elə, WhatsApp zəngi, telefon zəngi, soruşdun və salam bitdi, getdi. Daha uzun-uzadı nəyəsə yazın, müzakirə edin. Hə, yetdim qaqa, məndə də vəziyyət pisdir, yorğun oldu, nə bilim. Bu nə deyib? Bu nə önəmli olacaq, nə faydası olacaq sənə? Boş-boşuna daha da gərginlik, onun da negativ enerjisi düşəcək sənin üstünə, sənin də əhvalını korlayacaq, ona görə boş ver o şeylərdə geçsin. Son olaraq, son günləri bizə qoşulub, bizim qruplarla, təkrar sürət qruplarımıza qoşulub, imtihana kimi qəşəng hazır olmaq istəyirsinizsə, yəni hər gün dərslərdən faydalanmaq istəyirsinizsə, 055 597 0151 yazırsınız və deməli, bir ay əvvəl başlayan qrupuna artıq ikinci sənə bitirir. Demək olar ki, və yenə təkrara qayıdırıq. Yəni, hal-hazırda da qoşulub həmin qruplara fayda əldə edə bilirsiniz. Qoşulmasın 055 597 0151 yazmayı unutmayın. Səhifənizin. Hələlik. Sağ olun.